Bu dediklərim sənə tanış gələcək və artıq biləcəksən ki, niyə? Axır vaxtlar tez-tez eşidirik ki, bəs qidalanan zaman lifli qidalara üstünlük verin, yeməyin yanında lifli qidalar bol olsun. Belə ki, lifli qidalar bir tərəfdən bağırsaq funksiyası üçün, bağırsaq üçün çox faydalıdır. Digər tərəfdən də insanı müqayisədə uzun müddət tox saxladığına görə həm də arıqlama prosesində də arıqlamaq istəyən insanlara kömək edir. Bəs nədir bu lifli qidaların hikməti, nəyə əsaslanır? Ümumiyyətlə, lifli dediyimiz hissə qidanın həzm olunmayan hissəsidir. Tutaq ki, göyərti götürək. Gördüyünüz bu göyərti, məsələn, uzun saplı formada bir şeydir. Uzun-uzun onun içərisində selüloza lifləri var. Təbii ki, göyərtinin içində onun belə deyək, mineralları, vitaminləri orqanizm tərəfindən sorulacaq və həzm olunacaq. Daha doğrusu sorulub öz funksiyasını yerinə yetirəcək. Biz o göyərtidən lazım olan vitaminləri, mineralları alacağıq. Bu sözsüz. Ancaq bir də bu göyərtinin tərkibində həzm olunmayan hissə var ki, bu hissə həzm olunmamasına baxmayaraq bir tərəfdən bağırsaq bakteriyaları, faydalı bağırsaq bakteriyaları üçün yem rolu daşıyır. Yəni o bakteriyaların həyat fəaliyyətini davam etdirməsi üçün bu liflərə ehtiyac var. Digər tərəfdən bu lifli məhsullar bağırsaqda yavaş-yavaş irəliyə doğru hərəkət edərək həzm olunmadığı təqdirdə bağırsaq kütləsini çölə doğru itələyir. Və bəs nəyə görə bu lifli qidalar bu qədər önəmlidir? Onların önəmi sadəcə tərkibindəki vitamin deyil. Digər tərəfdən dediyim kimi həzm olunmayan hissə payı bu qidalarda yüksək olduğu üçün uzun müddət həzm prosesi gedir orqanizmdə. Bəs bu niyə görə vacibdir? İnsan orqanizmində ən uzun orqan nazik bağırsaqdır. Nazik bağırsağın uzunluğu 5-7, hətta bəzi şəxslərdə 8 sm-ə qədər gəlib çatır. Ancaq insan orqanizmində qarın boşluğunda nazik bağırsaq o qədər mükəmməl şəkildə yerləşmişdir ki, adətən biz bunu heç hiss edəmirik və bağırsaq öz funksiyasını hər gün ardıcıl şəkildə əksər hallarda davam elətdirir. Ancaq bu bağırsağın, yəni nazik bağırsağın son hissəsində ki, hüceyrələr tərəfindən GLP-1 adlı maddə ifraz olunur. Açıqlaması belədir, glukagon-like peptid, yəni glukagon hormonuna bənzər zülali formada bir quruluş, struktur. Bəs bu struktur niyə görə vacibdir? Bu struktur insan orqanizminə, insan beyninə o siqnalları göndərir ki, sən uzun müddət tox qalacaqsan. Yəni, bunu başa düşürük ki, həmin bu GLP-1 molekulu insanda toxluq hissini formalaşdırır. Və bu molekul bağırsağın son axırıncı hissəsində həzm olunur, daha doğrusu ifraz olunur. Ancaq günümüzün qida maddələri, belə deyək, işlənmiş qida maddələrindən əsasən təşkil olunduğuna görə bizim həzm prosesi çox da uzun getmir. Yəni, məsələn, misal vermək gərəkirsə, hazır çörək deyək, hazır şirniyyatlar, hazır yeməklər, ümumiyyətlə bişmiş yeməklərin özü də bağırsağın ilk hissələrində həzm prosesindən keçir və lazımi maddələr qana sorulduqdan sonra və bu qida maddələrində lif payı az olduğuna görə proses tamamlanır. Ancaq lifdən zəngin olan qidalarda isə bu biraz başqa cür işlənir. Lifdən zəngin olan qidaların tərkibindəki hər şey tamamilə həzm olunmadığına görə bu bağırsaqda uzun bir yol qət eləyir və nazik bağırsağın sonuncu hissəsinə qədər gəlib çatırlar. Sonuncu hissəsinə qədər hər şey gəlib çatır, bu sözsüz. Amma sonuncu hissəsində həm də həzm prosesi gedir. Yəni, bu qida maddəsi bağırsaqda hərəkət edən zaman bütün mərhələlərdən keçir və həzm gec getdiyinə görə bütün mərhələlərdə həzm prosesi davam edir. Bunun nəticəsində bağırsaq, yəni nazik bağırsağın daha doğrusu son hissəsinə çatdığında burada artıq GLP-1 molekulu ifraz olunur. GLP-1 molekulunun ifrazı isə uzun müddət beyinə doyğunluq siqnalı verir ki, yəni beyin darıxma, tələsmə, narahat olma, hər şey yolundadır, yetərli qədər qida maddəmiz var və toxsan. Budur ki, məhz prinsip budur ki, daha doğrusu prinsiplərdən əsası və önəmlisi budur ki, biz lifli qidalar yediyimiz zaman uzun müddət tox qala bilirik və bu təbii ki, bugün tibbdə istifadə olunur. Həmin bu GLP-1 peptidinə, GLP-1 molekuluna uyğun bir molekullar, belə deyək ki, müxtəlif genetik mühəndislik bacarıqları ilə hazırlanır və bunlar dərman halında satılır. Bu dərmanlar da xüsusilə arıqlama
sektorunda, yəni arıqlanma sahəsində geniş tətbiq olunur. Bu dərmanlar belə deyək, əsasən iynə şəklindədir. Həftəlik, saatlıq vurulur və bunlar uzun müddət insanın tox qalmasına səbəb olur. Burada isə daha yaxşı variantımız var. Lifli qidalarımızı çox yeyirik. Lifli qidalar dediyim tərəvəzlərdir, göy-göyərtidir. Məsələn, cürbəcür kahı növləridir, meyvələrdir. Tərkibində şirin payı yox da, daha çox o belə deyək, struktur payı çox olan, məsələn, alma deyək ki, müxtəlif tərəvəz növləri. Bunları çox yeyirik. Nəticədə uzun müddət bağırsaqda həzm prosesi gedir. Nəticədə GLP-1 molekulumuzun səviyyəsi artır və müqayisədə daha uzun müddət toxluq hiss edirik. Təşəkkürlər izlədiyinizə görə.